Soruşur ki, mən Quran oxuyuram, savabını ölüyə bağışlayıram. Nəyi düz etmirəm ki? Əgər bu olmazsa, onda cəmaət nə üçün ölünün adına həcc, ümrə eləyir, orada namaz qılır, qurban kəsir. Bəs Məkkədə hər gün cənazə namazı qılınır. Deyirsiniz. Yəni ölü eşitmirsə bu namazlar hara gedir? Cənazə namazı ölü eşitdi, eşitmədi, onun fərqi yoxdur ki. Cənazə namazı duadır. Allahdan bağışlanmaq deyirik. Çünki o gedir artıq axirətə, bərzəx aləminə. Dirilər, ona cənazə qılır, yəni dua edir. Cənazə duadır. Aydındır. Amma qaldı ki, ölüyə Quran oxumaq. Biz bilirsiniz, din nədir? Allah, Rasulü və sahabələr. Onlar Quran oxumayıb, baxın. Onun vaxtın, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında adam ölürdü, axı. Elə deyil. Quran oxuyurdu Yasin zat, Kəhf surəsini. Oxumurdu, yox. Oxumurdu. Yuyurdular, kəfənləyirdilər, cənazəsini qılırdılar, bağa bastırırdılar. Sadəcə bastıran vaxtı amma özü sakit dua eləyirdi, sakit. Hər kəs özü ayrıca. Bastırdılar və salam gedirdilər. Ölü də eşidirdi. Hələm ayaq izlərinin axırıncını, gedən axırıncı adamın ayaq izini eşidir. Amma ondan sonra eşidir, gəlməyib o barədə bir şey. Gəlməyib. Görsənir ki, dəlillər oracandır ki, ölü təzə bastırılanda eşidir. Amma ondan sonra gəlməyib. Gəlməyib. Ona görə biz qeyba aləm olduğuna görə dəlil haracandısa orada diyarım. Müqayisə eləmək olmaz. Aydındır. Yəni. Haram aylarda edilən günahlar ağır oldu. Həm də bilirsiniz, qardaşlar, Quran oxumaq belədir ki, o kimlər ki, caiz görüb alimlərdən, baxmayın, iştihaddır o. Dəlil yoxdur ona, iştihad ediblər, qiyas baxımından və s. Necə həccəzada qiyas ediblər bəzi əməllərə. Onlar, yəni necə oxumaq caiz görüblər? Məsələn, sən özün oxuyursan evdə, evdə deyirsən, ya Rab, mən bu ki, savab qazandım oxuduğuma görə, bunu məsələn, atam dünyasıdır, ataba yaz savabını. Belə caiz görüblər. Bu şəkildə hansı ki edirlər. Adam öləndə, Yasin, Zat, Xətim, bunlar hamısı bidətdir. Yəni yenilikdir, olmaz elə şeylər. Aydındır. Hətta görənlər, yəni o demədə belə görüblər caiz. Kimlər ki caiz görüb, amma dəlil yoxdur ona. Bəli.